Sizlərə balina evimizin çəkilişinə gəlmişik. Niyə balina deyirəm? Çünki bu boyda 3 otaqlı ev yoxdur. Qaraj tiplidir. Bax bu gördüyünüz sizə qapıdır. Buradan yəni padvala birbaşa maşın qaraja daxil ola bilir. Belə qaraj tipli 3 otaqlı ev. Qapı əl qapısıdır. Sök varata qoy, maşın da rahat girər. Yəni hətta 2 maşının girə biləcək bir həyəti var. Padvala giriş hissəmizdə var. Bir xırda formada padvalını da göstər. Hamısı beton rigerlərlə atıb. Görürsünüz beton rigerləri. Hamısı betonlar. Yəni beton üzərində tikilmiş evdir. Bura top atsan dağılmaz. Köhnə də evdir. Harısı 8-9 ilin evidir. Sadəcə təzə təmir olunub, satışa çıxarılıbdır. Dostlar, qiymət 62 minə endi. Bəli, 67 minidir, 62 minə endi. Tələsmək lazımdır. Real müştəri yenə də endirim olacaq. Bax, burada oturub çay içməyə yerimiz. Baxın, belə ətrafda yaşayış masividir. Daxil oldum, bax, bura zal da eləmək olar. İstəyən olsa, bax, buradan ayrı mətbəxi bura salıb, addenli mətbəx bura eləyər, bir otaq ora artırar. Yəni, bunu 4 otaq eləmək rahat mümkündür. Bax, bura sanitar qovşağımız. Girdik, bir dənə mətbəx. Mətbəx mebelinə belə hər şey var. Mətbəx deyil, elə bir qonaq otaqdır. Gün nə boydadır. Çox böyükdür, ev 120 kvadratlıq evdir. Mətbəxi bura salsan, bunu da bir otaq eləsən, olacaq 4 otaqlı ev. Bura qonaq otaqdır. Nə də görürsə hamısı qalır, heç nə götürülmür. Və 2 dənə də belə yataq otaqlar. Ölçülər geniş evdir, bir daha qeyd edirəm. 120 kvadratlıq evdir. Baxın, belə. Aboyları da təzə çəkilib, qoşa daşla tikilibdir. 120 kvadratlıq ev. Qiymət 62 minə indi. Tələsin dostlar.